Başladım. Rəngləri necə görürük? Rənglər həyatımızda çox önəmli yer tutur. Təbiət öz rəngləri ilə zövqümüzə oxşur. Sevdiyimiz, əsasən də geyim alarkən üstünlük verdiyimiz rənglər var. Rəngləri görə bilməsək, həyatımız doğrudan da maraqsız olar. Bəs rəngləri necə gördüyümüzü heç düşünmüsünüzmü? 1672-ci ildə prizmalarla təcrübə aparan İngilis alimi Isaac Newton böyük bir kəşf elədi. Adi ağ işığın müxtəlif dalğa uzunluğuna malik olan işıq şüalarının birləşməsindən yarandığını müşahidə etdi. Əşyanın konkret rəngdə görünməsinin səbəbi onun müvafiq dalğa uzunluğundakı işığı başqalarına nisbətən daha çox əks etdirməsidir. Sən bu cümlələri oxursan, başa düşməsən də, əslində başa düşməlisiniz. Mətnimizin üslubu olacaq hansı üslubda? Publisistik üslubda. Publisistik üslubda. Sən yenə buna deyəcəksən publisistik. Termin görsən də, görməsən də, nə görsən gör, bunun üslubu nədir? Publisistikdir. Əşyanın konkret rəngdə görülməsinin səbəbi onun müvafiq dalğa uzunluğundakı işığı başqalarına nisbətən daha çox əks etdirməsidir. Bütün əşyalar öz rəng dünyalarının sirrinə görə məhz işıqlandırmaya borcludur. Məsələn, almanın qırmızı görünməsi işıq spektri üzərində məhz qırmızıya uyğun şüaların əks olunmasından qaynaqlanır. Newtonun bu kəşfindən sonra fiziklər rəng yoxdur, sadəcə dalğa uzunluğu var deyirlər. Gözümüz öz üzərinə düşən işığı rəngli fotolent qoyulmuş fotoaparat kimi müxtəlif rənglərə ayırır. İşıq əvvəl buynuz qiyşasından keçir. Buynuz qiyşası filtr vəzifəsini yerinə yetirir. Daha sonra göz bəbəyinə çatır. Sinir şəbəkəsi gözümüzdə fotolent rolunu oynayır və rəng impulslarını qəbul edir. Rənglər məsələn impuls termindir də, amma gətirib salıbdır. Elmiyə yaxın publisistikdir. Ona görə bu elmi publisistikdir, amma sizdən soruşsa sadəcə publisistik edirsiniz. Hələ tam mənası, rənglər bağlı fikirlər, duyğu impulsları qəbul edir. Rənglərlə bağlı fikirlər, duyğu orqanlarımızın hələ tam mənası ilə öyrənilmədiyini göstərsə də, qəti şəkildə deyə bilərik ki, rənglər əslində optik bir xəyaldır. Fiziklər rənglərin optik bir xəyal olmasını sübut olaraq mavi xalının qaranlıq bir otaqda qırmızı almadan yaxud bir ağ siçandan fərqli rəngli görünmədiyini irəli sürürlər. Bu halda belə işıq mənbəyinə görə fərq yaranır. Ağ siçan qırmızı bir ampulanın işığında gün işığında olduğundan fərqli görünür. Və ya buzlu bir noyabr günündə bütün təbiət sanki rənglər itir, bozun çalarları üstünlük təşkil edir. Düz deyil. 400 ilə yaxındır ki, fiziklər rəng anlayışını çözməyə çalışırlar. Isaac Newton 1666-cı ildə şüşə prizmadan günəş işığını keçirərək qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşədən ibarət bir göy qurşağı əldə edir. Cisimlərin günəş işığının bir qismini isə rənglər ortaya çıxır. Qırmızı bir gül işıq dalğalarının köməyi ilə qırmızını canlandırır. Canlı-cansız bütün cisimlərdə eyni proses təkrarlanır. 51-ci sual. O zamanlar rənglərin günəş işığının müxtəlif parçalarından başqa bir şey olmadığı düşünülür. Deyir, hansı abzasa uyğun, neçənci abzasın sonunu artırmaq olar? O zamandan deyir. Zaman deyirsə, ikinci abzasda zamandan danışır. Bir də 6-cı abzasda. Gətirirsən, baxırsan. Newtonun bu kəşfindən sonra fiziklər rəng yoxdur, sadəcə dalğa uzunluğu var deyir. O zamanlar rənglərin günəş işığının müxtəlif parçalarından başqa bir şey olmadığı düşünülür. Yox. 400 ilə yaxındır ki, fiziklər rəng anlayışını çözməyə çalışırlar. Isaac Newton 1666-cı ildə şüşə prizmadan günəş işığını keçirərək qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşədən ibarət bir göy qurşağı əldə edir. Günəş işığı. Günəş işığından harda danışır? 4-cü abzasda danışır da. 2-də görürsünüz, günəş işığından danışmır. Sənin açar sözün günəş işığıdır, bax. Burada da günəş işığından danışır. Plus o zaman deyil. 2 dənə açar sözünü müəyyən edin. 6-cı abzasda zamanına da yaxın bir söz var. 400 ilə yaxındır. Plus günəş işığını keçirir prizmadan və bu rəngləri alır.
Nəticədə deyirsən ki, o zamanlar rənglərin günəş işığı müxtəlif parçalardan başqa bir şey olmadığı düşünülür. Yəni cavab 6-cı abzas C variantı. Belə olanda çətinlik çəkəndə açar sözlər seçin özünüzə. Həmin açar sözləri də gəlin həmin abzasda tapın. Elə rahat olur. Sonra keçirəm 52. Deyir mətndə üzərinə rəqəm qoymuş hansı ifadələr məcazi mənalıdır? Biri birdir, zövqünə oxşamaq həqqi deyil ki. Məcazidir. 2 də, hanı 2? Allah, yenə korluğuma düşdü. Hə, fotolent. Fotolent məcazi ola bilməz ki. Sinir şəbəkəsi həqiqətən şəbəkə şəklində olur. İrəli sürmək. İrəlini tutub sürmürlər fikri məcazidir. 1-4. Sanki rənglər itir, həqiqətən itə bilər. 1-4. Görək. Var. Cavab olur C variantı. Burada olur C variantı. Sonra mətnin birləşdirilməsi uyğun olan 2 abzası müəyyən edin. Harada balaca abzaslar var uşaqlar, oradan yapışın. Harada balaca abzas var, onları birləşdirməyə çalışın. Bax, sən 2-yə gətirib nəyi birləşdirəsən? Dana boyda abzasdır. 5-ə gətirib nəyi birləşdirəsən? Dana boyda abzasdır. Bunlar deyil əlbəttə ki. Dıqqılı abzaslarım, ən dıqqıllarım hansıdır? 3 ilə 4-dür. Gəl baxaq görək. Deyir, rəngli fotolent qoyulmuş fotoaparat kimi ayırır. İşıq əvvəl buynuz qişəyə keçir. Buynuz qişə filtr vəzifəsini yerinə yetirir. Sonra göz bəbəyinə çatır. Eyni prosesdən danışır da, yəni gözümüzün rəngləri görmə ardıcıllığından danışır. Birinci fotolent kimi görürük. Sonra nə bilim buynuz qişəyə keçir. Buynuz qişədən keçir göz bəbəyinə. Oradan sinir şəbəkəsinə çatır. Yəni sən 3 ilə 4-ü birləşdirməz. Yəni deyirəm. Parçala deyəndə ən yekə abzası götürün, parçalamağa çalışın. Birləşdir deyəndə ən kiçik abzasları götürüb birləşdirməyə çalışın. Zaten həmişə cavab o olur. Sonra 3 ilə 4-də var imiş D variantı. Düzgün cavab D bəndi. Mətnə çox keçməli olur. Burada sualın yarısı bu tərəfdədir. 54. Mətndə çərçivədə verilmiş sözün kontekstdəki mənasına uyğun qarşılığını işləndiyi nümunə. Çərçivədə verilmiş söz. Bu halda belə işıq mənbəyinə görə fərq yaranır. Yaranmaq, əmələ gəlmək zat. Onun əsərlərinin baş qəhrəmanı öz hərəkətlərini başqasına xoş getmək üçün nizamlayır. Yaranırın burada qarşılığı yoxdur. Hindistanda uzun əsrlər insanlar doğulan kimi müxtəlif sosial təbəqələrə bölünmüşdür. Bölünmək, yaranmaq deyil orada. Təşrif edilənlər bizim tələblərimizə uyğun gəlirdi. Xeyr. İnsanlar arasında təbəqələşmə əmələ gəlməsi. Bax, əmələ gəlmək nə? Yaranmaq. Düzgün cavab olur. Ay Allah. Hə, D variantı. Əhalinin sıx məskunlaşdığı ərazidə tədbir təşkil edir. Xeyr. Yəni, yaranmaq əmələ gəlmək. D variantı. 55. Mətnə aid yanlış fikri müəyyən edin. Rənglərin aid edilməsində gözümüzdəki sinir şəbəkəsinin rolu böyükdür. Və bu düzdür. Birincisində deyir ki, birinci neyniyir? Fotolent kimi görünür, buynuz qişəyə keçir, oradan göz bəbəyinə keçir, göz bəyində sinir şəbəkəsinə çatır. Və ardıcıllıq elə idi də, 2 abzası birləşdirəndə yazdığı orada. A, düzdür. Deyir, duyğu orqanlarımızın tam mənası ilə öyrənməsi rənglərin optik bir xəyal olduğunu sübut elədi. B səhvdir. Çünki mətndə deyir ki, bütün deyir duyğu orqanlarımızı hələ tam, necə deyim, tam eləməmişik də, tapa bilməmişik. Öyle bir cümlə var idi, Allah harada oxudum onu. Hə, D yazıb. Rənglərlə bağlı fikirlər duyğu orqanlarımızın hələ tam mənası ilə öyrənilmədiyini göstərsə də. Burada deyir ki, tam mənası ilə öyrənilmədiyini göstərsə də. Amma gəlirsən, sualda deyir ki, tam mənası ilə öyrənilməsi. Nə alaka? Cavab olur B variantı.
Fiziklərin rəngi haqqında fikirləri İsaac Newtonun kəşfinə əsaslanır. Bəli, və bundan sonra da deyirlər ki, əslində rəng yoxdur, işıq yansıması falan var. İşıq şüaları rənglərin görünməsində əsas rol oynayır, düzdür. Hətta işıq olmayanda rənglər, məsələn deyirik, noyabr ayında, soyuq noyabrda məsəl üçün təbiət boz rəngdə olur, düzdür. Ona görə əgər hər yer qaranlıq olsa, rənglər də aid edilməz. Bəli, deyir ki, məsələn, qaranlıq otaqda göy bir xalça ilə ağ bir sıçanın heç bir fərqi yoxdur, bu da düzdür. Heç nə. 55-də cavab olur B. Keçdik 56-ya. Deyir ki, ikinci abzasda hansı sözlə başlayan cümlə üslubi baxımından fərqlidir? Deməli, bütün əşyalar, budur bax, öz rəng dünyalarının sirrinə görə məhz işıqlandırmaya borcludur. Bu bədii üsluba yaxın bir cümlədir. Mətnimiz elmi publistika daha yatkındır deyənə. Bu cümlə cavabdır. Düz demişik. Bütün əşyalar öz rəng dünyalarının sirrinə görə məhz işıqlandırmaya borcludur. Bu yazılan söz nədir? Mətn elmi publisistikdir. O da çünki orada da uzun. Olsun da, bax nə deyirəm Məhəmməd? Deyirəm ki, mətn elmi publisistikə yaxındır. Elmi publisistik üsluba yaxındır. Elmi publisistik üsluba yaxındır. Düzdürmü? Bu nədir? Bu da bədiiyə yaxındır bu cümlə. Bu cümlə bədiiyə yaxındır. Deyir, əşyalar işıqlandırmaya borcludur. Əşya necə borclu ola bilər? Məcazidir. Yəni, orada terminlərdən istifadə oluna bilər elmi publisistikdə. Çünki burada mətndə başdan ayağa demək olar impuls var, dalğa uzunluqları var, işıq sınması var, piramida var, prizma var, fiziklər var, günəş işığı, dalğalanmalar. Yəni, sən burada terminlər görürsən zaten. Onda gərək sən bütün mətni çıxartasan ki, üsluba uyğun deyil, bu publisistikdir. Elmiyə daha yaxın publisistikdir. Ona görə bədiiyə yaxın olan cümləni çıxaracaqsan. Orada da şərtdə deyir ki, hansı sözlə başlayan cümlə ha? Abzası yazmırsınız, abzası özü verib. Yazacaqsınız sadəcə bütün. Sözü deyir, sözü yaz. Bütün. Mətndə nöqtələrin yerinə uyğun olan sözləri müəyyən edərək ardıcıllıqla yazın. Deməli, cisimlərin günəş işığının bir qismini udması, günəş işığı bir qismini udması, bir qismini isə əks etdirməsi ilə rənglər ortaya çıxır. Aydındır. Bir qismini udur, bir qismini əks etdirir. Bu sual əslində çətin sual idi. Mənim keçərdən yadımda qalıb bunun cavabı. Günəş işığını udması, qəbul etməsi yaza bilərsən birinciyə. Bir qismini udur, qəbul edir, bir qismini isə əks etdirməsi ilə boy. El yazma. Özü udur yazmalı deyilsən Ələkbər. Udması. Əks etdirmənin yerinə yansımaq yaza bilərsən. 2 dənə nöqtə var orada. Yox, qəbul etməməsi yox, əks etdirmə. Uşaqlar, niyə tək-tək yazırsınız? Niyə belə yazmırsınız ki, udması, nöqtəli vergül, əks etdirməsi. Orada 2 dənə nöqtə var. Niyə tək-tək yazırsınız? Mən işi boşmuram. Niyə belə yazmırsınız? Düz Ələkbər.
Onu mən bilmirəm. Fizika müəllimi deyiləm ki, onu dəqiq deyə bilməyəcəm təəssüf ki. Fizika müəllimindən soruş gör keçirir, keçirmir. Udmaqla əks etdirmək eyni şey deyil məncə. Yo, onların əlinin altında meyar olur. Bəli. Onların əlinin altında meyar olur. Həmin meyara əsasən yoxlayırlar. Ələkbər düzdür. Sonra Kənan, səndə də düzdür. Aydın səhvdir. Elcan, qrammatik xətam var. Qəbul edir, əks etdirir olmalı deyil. Özdə bax Ələkbər, səndə elə yazıbsan, qəbul edib əks etdirir. Uşaq şəkilçilərə də fikir verin də. Cisimlərin günəş işığının bir qismini udub, bir qismini isə əks etdirir ilə rənglər ortaya çıxır, olur. Burada ilə var axı. Nöqtəyə qrammatik cəhətdən də uyğun qoymalısınız, leksik cəhətdən də. Məna və qrammatik baxımdan uyğun olur. Udması və əks etdirməsi. Elə yazmalısan, bəli. Udması və yansıması. Qəbul etməsi və əks etdirməsi Elcan. Belə yazmalısınız. Sonra deməli 58. Mətnin əsas hissəsinə aid tezis yazın. Yəni cümlə yazın. Əsas hissəsinə deyil, giriş nəticəni çıxartırsan. Qısacası bu hissələrdən nə nəticə? Tezis, bir cümlə yazırsan buna. Normalda tezis müddəa və faktdan ibarət olmalıdır. Amma müddəa fakt verməyəndə Ələkbər söz birləşməsi kimi yazırsan. Aydın çox qısadır. Yazmalısınız ki, müxtəlif zamanlarda rənglərin yaranması ilə bağlı müxtəlif fikirlər mövcud olmuşdur. Belə bir şey yazmalısınız. Düzdür. Rəngsiz həyat yoxdur nədir? Burada danışır, rəng belə gəldi, belə sındı, prizmada belə getdi. Biraz uzun yazmalısan, söz birləşməsi şəklində yazmalı deyilsən. Tezis cümlə şəklində olur. O boyda əsas hissədən götürüb yazıb rəngsiz həyat yoxdur. Newtondan danışır. Özün öldürür Newton orada. Yazmalısan ki, əsas hissədə rənglərlə bağlı alimlərin müxtəlif araşdırmaları haqqında danışılır. Burada belə. Sən fakt yazırsan. Tezis deyir, fakt demir. Yəni orada əsas hissədən ümumi nə fikir çıxartırsan? Oxudun. Nə dedi sənə? Fiziklərin araşdırmasından danışır. Fizikdə 400 ili zadı Newtonun ilini nə yazırsan ora? Fakt desə heç yazmaz sana. Gözünə görüşməz o. Fiziklər rəng anlayışını çözməyə çalışır. Düzdürlərmi? Əsas hissədə fiziklər dalaşırlar bir-birlərinlə. Rəng anlayışına aydınlıq gətirmək istəyirlər. Və sair və ilaxır. Sonra 59. Elm təbiət kitabını oxuyur və öyrəndiklərini təbiətin üzərində sınaqdan keçirir. Başa düşmədi. Kim yazıb? Mətnlə əlaqələndirin deyir. Bax, mən birinci izahını verim, sonra siz yazdıqlarınızı oxuyun. Yekəldirəm Ələkbər gör. Elm təbiət kitabını oxuyur deyəndə nəyi nəzərdə tutur? Yəni alimlər neyniyirlər? Təbiəti araşdırırlar, görə ki, rənglər əslində nədir? Və öyrəndiklərini təbiətin özlərində sınaqdan keçirirlər. Və Newton neyniyir? Öyrənir ki, rənglər əslində qırılmadan yaranır
və neyniyir? Günəş işığı da təbiətin bir parçası deyil. Günəş işığının üzərində neyniyir? Sınaqdan keçirir. Düzdür? Elm təbiət kitabını oxuyur. Alimlər araşdırırlar ki, görək rənglərin aqibəti nədir? Və Newton öyrənir ki, rənglər necə yaranır və bunu sınaqdan keçirmək üçün elə təbiətin özündən, günəş işığından istifadə edir. Qısacası belə. Gördüyün əslində çox asandır. Prosta sən hissə yanaşmalısan. Aydın, səhvdir. Rənglərin önəmindən danışmır burada. Alimlər rəng haqqında müşahidə aparır və bu müşahidələrin doğruluğunu bilmək üçün təbiətdən istifadə. Düzdür, ay Elzan, düzdür, şükür Allaha. Prosta toxruluğunu, təbiət belə yazılmır. Elə aydın hara gəlib rəngsiz həyat yoxdur. Ona birinci cümlədə deyir ki, rəngi görməsəydik, hər şey pis olardı. Sən də cəb yapışıbsan ondan. Aydın, mətnin adı rəngdir. Rəngin faydalarından, rəngin varlığından danışmır ki, başıma dönüm. Deyir ki, rəngləri necə görürük? Onu öyrənməyə cəhd eləyir mətin. Adam balası kimi izah elədim. Bir də deyirəm. Deyir ki, elm təbiət kitabı. O boyda Newton yazıb, yazıb sanki təbiətin rəngləri vacibdir, nə bilim. Elm təbiət kitabını oxuyur. Newton nədir? Bu ölmüş. Newton elm adamıdır. Elm adamları rənglərin necə yarandığını öyrənməyə çalışır. Və öyrəndikdən sonra elə onu təbiətin öz üzərində, yəni günəş işığı vasitəsilə sınaqdan keçirirlər. Ya da müxtəlif yollarla. Prizmadır. Bundan başlayır, neynəməyə? Buradan günəş götürür. İşığını yansıtır bura, buradan əks elətdirir. Heç mi həyatda suyu doldurub belə günəşin işığının altında tutub suyu fıskırtmamısınız? Göy qurşağı yaranmayıb mı? Heç mi görməmisiniz? O da işığın əks etdirməsinə yaranır da. Biz məsələn suyu doldururduq, günün altında tuturduq ki, göy qurşağı yaratdım. Sınmadan yaranır da. Bəs göy qurşağı da sınmadan yaranır. Su gəlir, günün qabağına düşür, işıq sınır, göy qurşağı yaranır. Biraz arada elmlə də maraqlanın. Belə olmaz bala. Mətndəki elm adamları təbiətdəki hadisələri araşdırmaq üçün təbiətdən kömək alır. Bax, özü mətndə həm sıçanı zadı yazmaq olar, bəli. Həmçinin sıçan kimi heyvanları, sonra nə deyirsən, dediyim kimi günəş işığı falan, bundan istifadə edilməsini əlaqələndirmək olar. Mütaliə yazılır. Ay, Məhəmməd. Öldürdü. Əşyalar müəyyən bir rəngdə görünür. Səbəb nədir? Orada dalğa uzunluğundan asılı idi, düzdürmü? Yazmalısınız ki, əşyalar müxtəlif dalğa uzunluqlarında işığı daha çox əks etdirir. Bax, o cümlə var idi. Deməli, əşyanın konkret, özü də burada yazmışdı səbəbi, konkret rəngdə görülməsinin səbəbi, onun müvafiq dalğa uzunluğundakı işığı başqalarına nisbətən daha çox əks etdirməsidir. Və bu cümləni götürüb köçürürsən. Sonra təbiət elmləri ilə bağlı təcrübə çalışma 17-ci əsrdən etibarən intensivləşdi. Nəticədə nə oldu? Rəng anlayışına aydınlıq gətirildi. Bəli. Bəs bunu müddəa kimi versəydi nə yazardınız? Müddəa kimi. Bax, ikinci fikri müddəa kimi versəydi nə yazardınız? İsaac Newton 1666-1672-ci illərdəki məsələni qeyd edirdi. Bax, sala da bilərdi. Əslində belə baxanda çətin kimi görünür. Ya da bilmirəm, mən çox işləmişəm deyə mənə asan gəlir, bilmirəm. Amma əslində kifayət qədər normal mətnlərdir. Kaş belə düşsün də, yəni. Prosta ki,
Bax 24 dəqiqə vaxt getdi. Şuurlu oxuyanda, sakit-sakit oxuyanda, həyəcanlanmayanda, yəni 2 mətnə 50 dəqiqə ayırsanız, 10 dəqiqə qrammatika üçün çox belə, yəni qrammatika 3 dəqiqəlik işdir, yəni bilən adam üçün. Koddaşmalı zadda onsuz da açıqları birbaşa cavab kartına koddaşdıracaqsınız. Orada 20 dənə sual qapalı təkcə koddaşdır. Açıqları birbaşa cavab vərəqinə yazanda, çünki sual kitabçasında yer olmur. Bax, burada necə görürsünüz? Hələ burada cədvəli çəkiblər 60-da məsələn. Bu cədvəl sual kitabçasında olmur. Şərti yazır eləcə. Mətnin əsasını cədvəli tamamla. C1-i birbaşa cavab vərəqinə koddaşdırsan, polnu 1 saat bəsdir. Bu da belə.